سلام. çok hoş oldu. Bugün nəməşi söhbət oldu. Dörd tür izlədi danışdı. Bir dana əxirən İlahi Hamid İmanı bir daha elə bu Saidin qəzayasını bir vicinamədə işlədi. Yəni vicinaməşin qərar 4-5 daha mətləbdə çıxar. İttifaqən bir daha mətalibin biri ki, yəni mən işlədim. Bir dana tərhi mərdum nigarıdır ki, Qulam Hüseyni Saidi və Cəlal Əhməd. Salı 1345'te bir tane tərh yazılır birlikdə. Və çox cəlib bir tərhdir ki, indiyə kimində çox müntəşir olmayıb. Yəni, birinci Seyid Saidi bir tane müqəddəmənlə 1349'da Məcəllə-i Səhəndə ki, Təbrizdə çıxırmış, ona ədəbiyyata görə Ay Mir Petrosun məcəlləsidir. Orada çıxır, yəni Cəlalın ölməsindən sonra və tərhəsən bir daha tərh mərdum nigarı kamildir در مورد تبریز و fikir eləyirəm də şey deyirəm. İndiyə kimində o cür pərdaxtı olmayıbdı. Mən yəni axtardım, onu görməmişdim və neçə il qabaq ki Riza Bərahəninin Cünunu Neveşdən kitabında bir dənə müqəddəməsi var Zəllullaha görə. Orada ki 1354 nüsxəsində ki Amerikada çap olub, o müqəddəməsində buna işarə eləmişdir ki, bu ya bu tərhdə elə Bərahəni o Saidi o Behrəngi o Behruz Dehqani bunlar da cərəyanda idilər və kamilən də elə məsələ Azərbaycan o bəhs Türk و Farsidir ki, خب sonra da ki bilirik da 1346'da Ay Cəlal Əhməd gəlir Təbrizə və həmin məruf didar olur ki, gəlir danışqah Təbrizdə danışır. Təbrizdə o dəvəhlər qəhfəsinə gedir, aşıqlar qəhfəsinə gedir və cəlibdir ki, bu deyim, xod Cəlal yazıb da bunu. Qərarıymış türkü dili öyrəşə, yəni və bir neçə ayda gələ Təbrizdə qala. Xob, yəni hətta yerdə görmüşlər, amma xob, sonraki dastanlar ki, ittifaq düşür, qəziyə göydə qalır. Amma xod tərhin cəlib nüqtələr budur ki, bir dənə onun işarəsində bu var ki, bu ya bizdə zəmanın tərhdən biri buymuş ki, bir nəfər nevisəndə qeyri Təbrizi در مورد زندگی Təbrizlər bir dənə rivayət yazar ki, Cəlal Əhmədə tapşırılır və Saidi 1349'da ki onu müntəşir edir ki, Cəlal bunu yazıb və cüz asar müntəşir nəşədəsidir ki, təbiətən indiyə kimi də müntəşir olur. Amma xob, در مورد موضوع bilirsiniz bizim şayad bu cür deyim də, bizim 3 dənə mühüm fiqur ədəbimiz var tarix müasirdə ki, bunlar Azərbaycanlıdırlar, Azərbaycan məsələsi ilə dərcidir, amma ümumən Farsi yazıblar. Səməd Behrəngi, Qulam Hüseyni Saidi və Reza Bərahəni. Və cəlibdir ki, İranda, yəni İran içərisi və İran eşiyi, bu ifratı sağlar, bunlarla çox şədid müxalifətlər var. Yəni, bunlar müşəxxəsən demək olar ki, Saidi ilə Bərahəni به خاطر بویی که به صورت جدی o şikəncələri ki, دوره ساواکdə olur və sansorlar ki, onunla müxalifət edirlər, onun əslən ifşasında və bu qəziyyən dünyada və beynəlmiləl sahədə mətrə olmasında çox nəqşlər var idi. Xob, bir tərəfdən o cəhətdən səltənət tələblər, yəni Saidi ilə və Bərahəniyə çox həssasiyyətlər var. Amma bir tərəfdən də bunlar soldular. Üçü də soldular və şayad mühümtər nöqtə də ki vardı və biz umumən görürük ki, در مورد Saidi və خود Behrəngi də bir mənada yəni deyilmir budur ki, bunlar məsələ Azərbaycan ya məsələ zəbanı maliyyə çox ciddi yəni olğalar var idi. Yəni bu 3 nəfər niyə mühümdülər? Çünki bu 3 nəfər bir dənə tarixlə, o tarix də به صورت مشخص deyə bilirik, firqə qəzayasından təsir alıblar, hökuməti millidən təsir alıblar və 22 Azərdən təsir alıblar. Siz Saidi oxumusunuz da, hətta Tarix Şəfaatə müsahibələrini oxumusunuz və xub bu təlaş, deyəm, məsələn biz gördük Bərahəni öləndən sonra nə qədər bir əcib ittifaqlar düşdü ki, məsələn, yəni mənzum, məsələn, səltənət tələblər elə bir dənə cəşn tutmuşlar və burada da yeri var ki, əvvələn dostlardan təşəkkür edirəm ki, bu fürsəti yəni yaratdılar ki, bu neçə ildən sonra burada Saidiyə görə danışaq Təbrizdə
və biliyoruz ki, Təbrizdə də Said'i çox qərib qalıb. Xب və o təşəkkürün bir tərəfi o adama yetirir ki, o işi gördü ki, bu bəhanə də verdi bizim əlimizə. Ancaq Said'i موردində mən o şeyi ki istedim danışam موضوع در مورد یعنی عنوان زبانکوریده مواجهه با زبانکوری در مورد ساعدی گفتمان مرکزde. Hala bu زبانکوری biraz istilahda vücudu ki dünən dostlarım bildirdi ki ehtimalə məlullara və onları ki çordular və nabinadırlar onlara bir halət ihanətamiz olar. Mən özüm ona fikirləşirdim. İnşallah əgər qərar olsa bu yazıyı yazam bir daha caygozin istilahatda taparım. Said incə əsas Wikipediyasına baxsaq görəcəksiniz elə bu bərahəndə də var ha. Bir dənə qisməti var yazıb dərbarə زبان فارسی. Bayaq Nigar xanım da işarə elədi. Orada deyir ki زبان فارسی ستون فقرات یک ملت عظیم است. من میخواهم بارش بیاورم هر چه از بین برود این زبان باید بماند. Nigar xanım da işarə elədi. Said'i bəzi bu iki parasəcədir Əlifba məcəlləsini çıxarmış. Çox da mətəh məcəllədir. Amma məsələ budur ki, yəni bu Said'i ki biz danışırıq, yəni bu hətta bu ihanəti ki oldu. Ondan sonra da məsələn biz Said'dən danışanda görürük ki, Qoftaman mərkəzdə bu olğu ki Said'inin yəni öz ana dilinə vardı və o yəni məsələyi ki həmişə onunla dərcidir umumən münəkkis olmur. Xب yəni nadidə tutulur. Və xب xoşbəxtanə deyirəm, xoşbəxtanə. Rıza Bərahəni üçün çox ömür elədi. Eləyə bildi ki, bir cənbələrdən buna pərdəxt eləyər. Biz biliyoruz da Rıza Bərahəni təqribən 3-4 dənə müfəssəl yazı yazıb Said'iyə görə. Bir nabinایی təbiididir, biri ruh Said'i از مرگ مرخصی میگیرد و خب رضا براهنی حتی در مورد بهرنگی در اسطوره صمد و موضوع زباندا da bu مسئله اشاره دید و اوبیسی yazılarında da در معنای ساده یک گسیان شرایط یک نویسنده آذربایجانی من istəyirəm bu məsələyə işarə eləyəm ki bu زبانکوری o mənada ki biz fikir eləyirik məsələn Said'i yəni bu məsələyə bir təvəccühdür o cürdədir. Ya bu adam bu məsələni dərciridir. Yəni burada bizim indi xanişimiz, yəni qəraətimiz Said'dən, yəni mənim nəzərimə Said'i bir daha müasir və diri şəxsiyyətdir. Xب və ittifaqən biz bir dana intiqadi və taza bir xanişə ehtiyacımız var Said'dən ki bunu gətirir eşiyə. Xب mən bir iki dənə nöqtə yazmışdım. Xب elə Ay Bərahənin yəni yazılarına işarə eləyəm və bir iki dənə ümumi nöqtəyə işarə eləyəm ki bunlar da fikirlərim çox münəkkis olmaydı. Nabinایی təbiididə Bərahəni yazır ki yəni bir də bu Said'in dilindən yazır da از نظر زبانشناختی من همیشه روی صحنه بودم و بازی میکردم. جای تعجب نباید باشد که اولین چیزهایی که نوشتم لالبازی بود. با راهنمایی‌های صحنه‌ای به فارسی من مسله شده بودم و متنی که تحویل و چیزی که تحویل من داده شده بود پس میدادم. من از یک دیگری به یک دیگری دیگر در نوسان بودم و قطعاتم را در زبان بیگانه تحویل خلایق میدادم. خب bu bir daha yəni fikrim nabinایی təbiidinin əvvəl qismətlərindəndir. Deyirəm elə Said'in dilindən yazılır. Və sonra bir dənə mühüm nöqtə var ki Cine Bərahəni işarə edib من رستاخیز را اختراع کرد. ما رستاخیز را اختراع کردیم به دلیل آنکه بر کوری محض بنیان گذاشته شد و تئاتر برای من رستاخیز بود. مسله شدن و رستاخیز. فارسی را در کوری یاد گرفتم. صحنه را در تاریکی خلق کردم و که در آن آدم‌ها در بطن صحنه مادری حرکت می‌کردند. خب bu حالا bir daha da ondan sonra lalbazlandadır ki خب cinə işarəsi var. Yəni Bərahəni işarəli همان روح ساعد'ده. بخشی از این اتفاق با لالبازی‌های جورده ها بخشی از این اتفاق به سبب ایجاد فرم لالبازی بود ولی یک علت دیگر زبان بریدگی ساعدی بود. لالبازی‌ها بیش از هر اثر مکتوب ساعدی نشان می‌دادند که اون مشکل زبان دارد. زبان مادری او را بریدند و او لالبازی تحویل داده است.
خب جینه بیدا تحلیل یعنی بیدا تحلیل ادبی ده و دیگه خوشبختانه بوده چه براهنی بیدا نقد ادبی ده بیدا تازه شروع چه بوده بوده چه چند زبانگی وارد الیره ادبیات ها نقد ادبیات سی سفر ترکونده اخساز یا بیدا مفصل بی سخنرانه ده ارده مثلا در مورد زمانزاده نقدی چه وارد یا خود صادق دایت بوجوسش چه نجور مثلا اوبیسی دیلایی چه زبان ادبیات فارسی قایب ده بلا وارد دیده و جینه bu روح ساعده بیاری قسمت bunu اشاره ediyor. ساعدی ترسده از زبان فارسی در اوایل کوشش خود فیلم جهانی را جانشین دو زبان کرد. زبان مادری که نمیتوانست یا حق نداشت به آن بنویسد و زبان فارسی که هنوز مهارت کافی در آن پیدا نکرده بود. بوده شاید بیاله جورده ها. خب شاید راز بیان فیلمی که همه آثار ساعدی در این قضیه نهفته باشد. زبان را از ما گرفتند، تصویر را از ما نگرفتند. تصویر جهانی را جانشین زبان بومی می‌کنیم. چینا بیدا تو تحلیل چه خب براهنی وارده و خب چینا دیریم bu irtibatlar çox çoxdur. Məsələn, Ay Həsən Cavadi və Baqir Murtəzəvi və biz bir daha elə Ay Hamidimyana bir məqalə verdik. 20 il qabaq yazılıb. Sal 1385-də bir nəfər نویسندəsini mən tanımıyorum. Tac Əhməd adında. Elə Ay Baqir Murtəzəvin o Əs-Saidi və dərbare o kitabındakı bir daha yadnamədə orada yazılıbdır. Orada bir daha mühüm nöqtəyə işarə olunur. O nöqtə budur ki, ساعدی اواخر عمده استیری بیدار مجله در مورد ادبیات زبان ترکیه آذربایجان منتشر لسید. حالا bu rivayeti من آیه حسن جوادی dilinden okuyuram که özü de yazıbdır. در تابستان 1985 چند ماه پیش از مرگ در پاریس ساعدی نوشته به دوستان آذربایجانیش نوشت و از آنها خواست که او را در نشر مجله به ترکیه آذربایجانی یاری کنند. این نشر قرار بود با همکاری دوستانی که بعد انجمن فرهنگی آذربایجانیان استراسبورگ را به وجود آوردن منتشر شود با مرگ ناهنگام ساعدی سر نگرفت. این 1985 میلادی و خب بنا دیرم خود باقر متزود اشاره آی عباس علی زوادی چه o zaman حالا دیدگاه‌ها da وجود دارdı. حالا این عباس زوادی این فعالیت var. Ondan da danışmışlar. Amerika'da da danışmışlar و قرارید bu məcəllə çıxar. و bu حالا بی طرف قضیه چه ادبیاتا گیره من طبیعتا میخوام خیابش دیره bu نقدی چه var مثلا براهنیه ساعدیه bu طبیعتا میدا mühüm نقده البته ساعدی دیده من میدانی maaşname Türkiye yazdım geldiler vurdular tuttular ve savar kapardı ama bir daha yine müsahibesine işaret edeyim ki ben o cümleme hatta o film çıkandan sonra bu müsahibesi de mühümdür İran Şərh Məcəlləsi ilə müsahibeli 1364'dir. İki bu işarələrlə həm tarix şəfahidə var, həm obisi yəni müsahibələrində də biz görürük. من آذربایجانی ترک زبان مجبورم به فارسی بنویسم. چرا که مجبورم. زبان من قدغن بوده و در این سن و سال خودم را بی هویت حس می‌کنم. خب bu اواخر عمر جین ساعدی و biz görürük ki mesela Cine Saidin o yaznamelerinde umumen bu dışı bu Farsi dilinden uzak düşüp ona işaret edilir. در حالی که من مختلف متن‌هاش oxuydum. مثلا خانم هما ناطق که Saidinlə də elə əlifbada həmkarlısı var idi, özü də türkdür da. Dedi Saidi hər zaman biz gedərdik məsələn deyərdi bizlə türkçü danışardı və eyni açılardı da bir fərəhlənərdi, çox söyünərdi ya məsələn Ay Murtaza Nigahı da bu rivayətdə var və yəni بخشی عمده‌ای از قضیه بوده که bu زبان کوری چی دیرم burada bu مسائل نادیده tutulur. خب و متاسفانه نکته بوده که yani biz bu fəzای Azərbaycanda da ehsasımız və bərdاشtımız budur ki Saidi ya Bərahəni ya Behrənci də öz yəni dillərinə elə ki dallan qeytəblər heç iş görməyiblər. در حالی ki o cürdə yəni biz ادبی جهتاً شاید مثلا دیگم bu نقله وارد ola ama مثلا روشنفکر وچه‌سindən biz مثلا براهنی مثلا سال 1343'den 1343'den مثلا bir daha şeir yazıb ve به صورت جدی bu مسائلdə fəaldılar. خب یا به صورت جدی bu ki مثلا اصلا تاثیرگذار fəaldılar. اگر جلال آل احمد
o mühüm kitabında ki, o mühüm nöqtə ki, kitabında var, Xidmət Xiyanəti Roşənfikranda məsələyə Azərbaycan işarə edir, qətlən və qətlən təsiri Behrengidir, təsiri Vərahanıdır, Saididir. Xub, yəni siz o təhriki mən deyirəm, məsələn, görsəz, ya Cəlal o həddə təsir alıb ki, Təbrizə gəlir, danışıqlarla görüşür, deyir, mən indi əlavə Alman istəyirəm ki, türkçü dilində öyrəşəm. Və bu bazxanə intiqadda, mən bir daha axir nöqtə deyim, biz, yəni, deyəm, Vərahanı bir qismət az bu işi görür və bir dənə mühüm şey var, yəni tərh məsələsi var. در مورد نسبت زبان و نویسنده آذربایجان. Bunu məqalə Usture Səməd və mövzu zabanda yazır. Deyir bizim neçə, yəni بعد از bu ittifaqat iki firqədən sonra düşür, neçə dənə halət var. O halətlər nə mənədirlər? Bir şeylərdilər ki, türkçü nevisdilər və xop özdə sahir, məsələn Səhəndidir, Sahirdir, Oxtaydır, Gəncəli, Səbahidir və onlar ki türkçü yazırlar və Benoyda kitablar sansorla müvacidir. Bir də deyir ki, mühacirət eləyirlər, türk yazırlar. Onlar mim şəvistləri fikr eləyəm ki, elə 400 ehtabıdır, ona işarə eləyir. Və bir də farsi və türki nevisidir. Məftunla, Məftun Əmuniyinlə Şəhriyara işarə eləyir. Və bir də də deyir ki, barış Türkiyədə çox variddirlər, farsi nevisi sırf, yəni məcbur oldu, kullən elə farsi. Və xop orada da deyir ki, əsasən yəni bir daha da tarixi rivayəti var ki, əsasən bu farsi nevisi Azərbaycanda var idi. Mən fikir edirəm ki, biz indi əgər o bazxanə intiqadı deyirəm, yəni bu ki, məsələn Saidi niyə mühümdür, Saidi niyə diridir və Saidi niyə yenə təsirgüzar ola bilər? Çə vəci ədəbidə, çə vəci roşənfikirdə buna ehtiyacımız var ki, biz bir dənə tazəşdən bu tərh məsələ açıla. Yəni o tərh məsələ ki, Vərahanı onun üstündə danışır, çox müqəddəmati və ibtidaidir. Xob. Və yenə də biz bu günləmə bundan dərcirik. Mən nəzərimə bu tərh məsələ tazəşdən gələ olur. Diqqət edin. Hala bu Vərahanıya bu mövzu mətrəhdə xod Saidi o nöqtəyi ki, xanım Xiyav dedi. Əsas sual budur ki, sən niyə farsi kitabı yazsan? Bilirsiniz, xod Saidi və Behrengi müttəhəm idilər ki, bunlar farsi başarmırlar. Xob. Yəni mən hala bu iddia eləyə bilmərəm, amma bu yəni biraz fənni bir bəhsidir və çox ciddi üstündə məsələn gələ təhqiq olur. Bunlar növ farsi nevisilər fərq edir. Xob. Yəni Behrengi də, Saidi də. Hala deyirəm, Vərahanı əslən fərq edir. Vərahanı özü də deyir. Deyir mən o qədər farsi, o qədər güclü öyrəşdim ki, bu dillə o intiqamımı alım da. Bu bir daha məruf rivayətdir. Və mən deyirəm, belə axir bir daha da məsələ yadımdan çıxmışdı. Bu belahazı siyasi və roşənfikri də bu Saiddə bunu iki dənə məsələyə işarə edeyim. Saidi bərxəlaf o şey deyirlər, belahazı siyasi bir dənə sazmanın üzvü olur. Cəbhə Demokratik Milli İran. 14 İsfənd 1357-də Cəbhə Demokratik Milli İran yaranır. Şükürullah Paknijad, Nasir Pakdaman, Mənuçer Rezarxani və bir seri şəxsiyyətlər ki, məruf şəxsiyyətlər bunlar Saidi o sazmanın üzvü idi. Xob. Və bu sazman bir daha mühüm bərnamələrin biri Xodmuxtari və Xalqay İran. Xob. Yəni əsasən Saidi o zaman da çox ciddi çalışır və sonra hətta o irtibat hiç deyil sazman mücahidinindən var. Çünki o Cəbhə Demokratik Milli بعد از سرکوب və Parisə getmək عضو شورای ملی مقاومت olur. Xob. Və o irtibatı ki Saidin Nasir Pakdamanla var idi və orada da iki dənə məqalədə mən işarə edeyim, bunlar cəmbəndisi 2 dəqiqədə qutarım. Əqəlliyyət və əksəriyyət istilahat ضد insani xətərnak. Sal 1358-də yazılıb. Orada bəhs elə bir qismət umdəsi در مورد məsələ Azərbaycan. Ya məsələn tərh qanun əsası dür ریختن است. Bu ayəndəqanda yazıb. 1358-də və yenə də bir bəhs umdəsi zəban madəridir. Xob, ki deyir, yanda bəhs əsli 21 qanun əsası orada işarə edir ki, əsli 21 qanun əsası deyir zəban farsi və bunu qəbul eləmir, yəni o nəqlərlə. Hala cəmbəndisi budur ki, biz əgər istəyirik ki, Saidi, yəni bir daha diri və canlı bir Saidi ilə üzbərz olaq, təbiətən gələ özümüz bir daha intiqadi bir xanişimiz ola bu adamdan və bu şəxsiyyətdə.
Və bunun əhəmiyyəti nə mənə? Çünki deyirəm, bunlar bir dənə tarixlə tərəfdilər, bir daha tarixlə tərəfdilər ki, o tarix yəni üstü örtülüdür. Yəni biz deyirik 21 Azər, Firqə, Hökumət Milli Azərbaycan. Və hətta burada Cinə xanım Xiyalov, Əzadaran Bəyələ işarə elədi, sonra Çub və Dəstay və Rəzil. Ümumən Saidin dastanlarına baxsaz, bir dənə də şey var, nöqtə var. Şayət bu da, yəni bir daha ciriklə təşkil edirəm və sözümü qutarım. Bə'd az firqə, Suqut firqə, bizim Azərbaycanda bir dənə qəhti var, böyük bir daha qəhti var, bir daha mühacirət var. Xob, bir daha böyük bir mühacirət var, mağlucuda işlətdə, Kuç der peykarınan və mən fikir eləyirəm ki, o təsvir ki, Azərbaycanın kətlərindən Saidi göstərdi, o qəhti göstərdi, o mühacirətlər göstərdi, göz həmişə viranıdır. Və axir sözüm bu ki, Saidi özü də deyir də, yəni Joyce'un bir daha məruf sözü var, deyir ki, deyir, roman nevislər tarixin kabusunu yazırlar, bizim bir yəni Saidi və Bərahəni onlardan necə bizim millətin kabuslarını yazıblar, amma Saidi özü deyir ki, mən eləyə bilmədim hamısı kabuslarını yazıb. Çox sağ olun. Təşəkkür edirəm Aynu Bəli, dəqiqən Saidi muhtəva baxımından fəqr ictimai və fəqr fərhəngidir ki, təvsif olunur. Fəqət mən bir nüktəyə, tüm bu video yayımlanacaqdı, burada 2-3 seri təkrar olundu ki, Əlifba nəşriyyəsi Parisdə. Orada Əlifba 2 seri çap olub, 6 şümarə. 52-dən 56-ya can Tehranda, sonra 61-dən 65-ə can 7 şümarə Parisdə. Yəni onun 2000-ci bölümüdür. Mən bu bölümdə Bucaq nümayişnaməsinin icrası vardı ki, 3 əzizimizin də dəvət eləyəcəm ki, Ayı Əli Padaşın müəllifi mərdum şinaxti der nümayişnaməyi Saidiyə görədir ki, bir 10 dəqiqəlik bizə icra verəcəklər elə burada. Ondan qabaq mən Ayı Sərrafıdan, Cünay Həmidin də işi vardı, gedidi. Xahiş eləyəcəm ki, bu yadigarını elə bu məcmuanın tərəfindən Ayı Həmidiyə versinlər ki, elə bir əksi də salonsun. Və bu arada təşəkkür edirəm Ayı Rəncbərandan ki, əkkasının zəhmətini çəkirlər, Peyami Rəncbərandan bayaq əvvəldə mən deyəcəkdim. Dəvət edirəm, bir dənə xahiş edirəm səndəl verilsin üstə, 3 nəfərdilər. Ayı Mustafa Cəbbari, xanım Məryəm Sərçəmi və xanım Aysan Muhammed buradan təşrif gətirsinlər üstə. Bucaq دراماتورژی اجرا از نمایشنامه زاویه اثر غلام حسین ساعدی. Çeviren Milad Balesini. Uyğunlaşdıran Vəhid Mələk və Mehdiyə Vəlizarı. Oyunçular Kafəçi qadın, Kafənin veyteri, Gözüclü kişi, Oğlan, Filsuf, Sadə kişi, Şairə, Instagram əkkası, Genç qız, Genç oğlan və Məmur. Təbrizin orta xiyabanlarının birində kafənin içi. Səhnənin dibində kafənin barı yer alıb. Barın arxa duvarında telli sim var. Qab-qaşıq, bir tablo və neçə aksesuar telli simə aslanıb və ya o yan bu yandadır. Bir qız kafəni təmizləməkdədir və bir orta yaşlı qadın kafənin səndəllərinin birinin üstündə mürgülənir. Səhnə ortasında uca bir çarpaya var. Klasik bir musiqi çalmaqdadır. Kafənin işləyəni səhnədən çıxdıqdan sonra gözlükçü kişi içəri keçib və kafənin dəxlinə sarı gedir. Oranı bağla. Eyvah. Sən yoxlamamışdın. Dedim oranı bağla. Hava istəyirdim görəm bir şey işləyibsən ya yox. Yer cəhənnəm o eşiyə. Gözlükçü kişi dəxli açır və tez bağlayır. Bunlar ki boşdur. Hə, səndən qabaq bir ayrısı da gəlmişdi. Elə fəqət məni fəqət yaxala bilirsən da. Xeyr, mən elə hamımızı yaxalaya bilərəm.
Toğun xoruzlanmasın. Qadın cavablanmır. Hələ oyaq ola niyə gözlərini açmırsan? İstəmirəm kifir sifətimi görəm. 1000 dəfə mənim küfür üzümü görübsən da. Özünü sinsitmə. Aç o gözlərini. Qadın gözlərini açır. Nə mənə istəyirsən? İstəyirəm səndən bir müamilə eləyəm. Neyniyəsən? Müamilə də müamilə. İstəyirəm səndən müamilə eləyəm. Müamilə. Alver. Hədə? Sən. Başlı qulaqlı bir müamilə. Nə müamiləsi? Əvvəllə bunu deyəcəm, varsan ya yox? Axı bülüm nə mənim üstündə sonra? Bax, bu gün mən danışanda istəyirəm dalımda durasan. Sənin dalında duram. Yeri cəhənnəm ol baba, gədəm biri gədəm. Yenə də məndən düz demirsən, ha? Bizim suyumuz bir arxa getməz. Mən öz düşündüklərimə dərindən bağlıyam. Sən kim deyirsən öz əqadinə nəlsə? Mənə deyirsən? Aha, bax bu qəşəng qulaq as. Deyirəm mən çıxıb üstə danışanda, sən həmişəki kimi qışqırıb yalandan demə, yalançı iftiracı. Onlar demə. Nə mənə? Hə. Sən yalan danışanda deməyim yalancısan. Sən sarsaxlayıb çet deyəndə, xalqa hadaran deyəndə mən dinməyim. Yəni sən hamıya iftira vuranda, ona qara yaxanda deməyim yalancısan, deməyim töhmət vurursan. Nə mənə fikirləşsən özünə? Mən heç vaxt iftira vurmaram. Sən həmişə iftira vurarsan. Mən heç vaxt yalan demərəm. Sən həmişə yalan deyərsən. Demərəm. Deyərsən. Demərəm. Deyərsən. Demərəm. Deyərsən, sən deyərsən, yalan deyərsən, hər zaman da deyərsən. Qəbul edirsən ya yox? Bax, bir qəbul edirsən, əlimdən çox iş gələr, ha? Öz xeyri və olan ya mənim xeyrim olan? Əlbəttə ki, sənin xeyrəndir. Hədə yalancının atasına lənət. Yəni sən mənim xeyrimə olan bir şey istəyirsən. Mənim də xeyrim ola bilər də, bax bura. Bu bir müamilədir, bax, onu bil. Hələ nə mənə verəcəksən? Sən nə mən istəyirsən? Axı başı daşlı, ac. Sənin nə mənəm var, mən istəyə biləm. Bax bura, boş-boşuna danışmağın heç faydası yoxdur. Gəl biri gəlməmiş. Mənə bax, bəlkə deyəcəksin. Olsun. Əvvəl bunu bəlli eləməliyik ki, sən niyə mənim etirazımdan qorxusan? Kim deyir o sözü? Mən sənin etirazını qorxmuram. Bən niyə istəyirsən dillənməyib, səs salmayan? Baba, istəyirəm haki olmuyor da. Bəlkə 5 nəfər mənim sözlərimi çox adam eşitdi, başa düşün. Ağzını doldurub otur mənim sözlərim eləmək ki, sənin sözlərin ancaq elə öz dərdivə dəyir, bir qırana dəyməz. Bax bura, Hə, bu dəfə çox mühüm sözlərim var deməvə. hardan bəllidir? Sən hərdən var, bu da bax. Hani? Bu da bax. Gözlüklü kişi bir parça büzük kağız cibindən çıxardıb qadına göstərir. Baxım, Nəyinsə, nə yaşıyorsun bu? istəyirəm baxam da. Olmaz. Gözlüklü kişi kağızı tələsik cibinə qoyur. Bu işi görənməliyim. Gördün yalandı, gördün oyundu. Mən səni yaxşı tanıyıram gədə, sənin zatı sütün fasiddir, yalancısan. Məndən ağzaza vermə. Mənim elə işim budur, hamı ilə ağzaza verirəm. Müamilə zamanında da. Mən müamilə adamı zada deyirəm, du çıx eşiyə. Bax, mənə qəbul eləsən çox işlər əlimdən gələr, ha. Yox baba, nə işi? Əvvəl bu ki, sənin növbətində nə gücüm var, qoymayacağım, gedə-gedə haysınlar. Qərəkanla, çox böyük iş görürsən, əl qolun var olsa. Sən elə qoy hay-küy salsınlar, deyirsən mənim vecimədir, əl ayağımı itirərəm. Bir də qoymaram tapdalıb, qol qanadı vəzələr, buranı dağıdalar, sonra da polisinə yansılar bura. Qadın zırnasını qozuyur. Kimin ürəsi var burada mənə əl atsa, dədəsini yandırıram. Deyibə hər çərkidir. Bax, mənə, Nə mənə? pul la, pul. Hardan? Sana nə işin var? Baxdan bam almışam, 23 dəysəliyinə. Aha, indi bildim. Olmuyor səni göndəriblər bura məni puluna alıb ağzımı bağlayasan, hə? Gözlüklü kişi bir bəstə iskinas çıxardır. Nəzərimə bu kasıbçılıqda pul çox dərdi ödəyir. Bilirsən da, dolar neçədiyində. Qadın əyilib təəccüblə pullara baxır. Hələ nə qəd verəcəksən?
Bunların bir dana alsın. Dəy özü və baba. Bunların bir dənəsindən ötürü mən bebeləm həqiqətdən keçəcəyəm. Cəhənnəmə, 2 dənə tamam. Olan işlər olmaz. Ben ne kadar istəyirsən? Hamısı. Jalala, az ye moz ye. Bir dənə də özən nökər tut. Müamiləmiz zadı tutmaz. Gözlüklü kişi pulları cibinə qoyur. Qulaq as. Küsmə ki tez. 4 dənə. 4 dənə necədir? 2 dənə. 4 dənə. Dedim, iki dənə, tamam. 4 dənə. Gözlüklü kişi yola düzəlir. Bax bir dayan. Nə mənim 4 dənəm, nə də sənin 2 dənə. Aha. 3 dənə. Nə sən deyən, nə mən deyəndə. Razı ol. Şartımız da nə idi? Şərt? Sən də şartımız. Hə, bildim. Səni yamana basmayım, hayküy salmayım, əlini oxutmayım. Bir də eliş görəcəksən ki, hamı mənə qulaq asın. Baş üstə. Qadın əlini açır. Cəlab bu. İndi olmaz. Daha vaxt. Vaxtı qolu ne? Axırda. Çox zirəhsən. Məni alladandan sonra istəyirsən aranı cırıb əkiləsən. Xeyr, mən aranı cırmaram. Cırarsan. Cırmaram. Cırarsan. Cırmaram. Cırarsan. Dedim, Dedim cırarsan da səni mən tanımıram. Səndə şərəf asarı yoxdur. Əsən bir aydır burada nesiyə yiyib içirsən. Gəl borcu və pulu uzadı istəmirəm qoy cibimə. Sözün üstündə durmasan necə? Əstəğfirullah duraram. Durmaz. Duraram. Durmazsan. Duraram. Dedim durmazsan. Mən bunlara inanaram, sən inanmaram. Yaxşı. Səsi qozuysan da mənə. İndi ki belə oldu, sənin başına bir toy tutaram, bax çepini. Neyini edəsən sənə? Elə eləyəcəyəm, yediğim poxdan peşman olasan Bu bax. kəmi şək işindi sən. Yox, bu qərə o qərələrə bənzəməz. Qadın zırnasını görsədib birdən içinə piləyir. Necədir? Bir də bu işi görsən, belə vırcın başından gözləmiş olacağım. Sən ki heç, sənin nəkvarınla mənə əl aça bilməz. Bax gör sənin başına nə oyun gətirəcəm burada, səbr elə. Səndən bir abir aparım, bax kep elə. Qışqıracam, ay cəmaat, içimizdə bir xain var. O istir bizi pulundan alıb səsimizi xəfəliyə. Onda görərsən o cəmaat başına nə oyun gətirərlər. Elə lap yaxçı oldu. Ettifaqən mən bir gün buna görə danışacağam. Yaxçı gəldim, bətər mövzudur. Bəh. Qadın sevinə-sevinə əllərini bir-birinə sürtür. Kef elədim. Mındar gedər. Xain. Mənim əlimdən qaça bilərsən. Bax, yaxçı səs salmada. Pulun qabaqcadan verirəm olsa. 3 dənə. Bax bir, əvvəldə istəyirəm bunu biləsən ki, sən bir dənə ölü var o portonistsən. Bunu bil. Ölü var dədənənəndir, nəkvarındır. Ver. Mənim də zorum səndən çoxdur. Ölünməz. Bax bir, buna görə də sözün üstünə dayanmazsan. Bax bir, həm pul verməyəcəyim, həm də qıç qolunu əzib yola salacağım. Qadın O heç pulları vaxt olmayacaq. gözlüklü kişinin əlindən çıxardıb gizlədir. Oğlan içəri girir. Qərə rəngli paltarları var əynində. Böyük hərflərlə paltarlarının önündə və arxasında müxalifəm yazılıb. Oğlan qapının ağzında durub və gözlüklü kişi ilə qadına baxır. Yadından çıxar. Oğlan içəri girəndən sonra ustad yaman filsuf bir fəhlənin əlindən yapışıb içəri girir. Hamı ustadı sarsaqlaya alqışlayırlar. Kafenin əhalisi ustadı başlayıb lağa qoyurlar. Ustad da deyir ki, mən istəyirəm bu fəhləni oyaldam. Sonra şairə kafeyə girir və başlayır şeiri etirazı oxumağa. Hər kim kafeyə girir, öz zaviyəsi və öz baxışı ilə istəyir adamları oyalda. Heç kəsin sözünə qulaq asmır. Hərə öz sözünü danışır. Instagram əkkası içəri girir və başlayır əks salmağa. Hər kəs içəri girir, başlayır danışmağa. Həmhəmə hər yanı götürür. Hamı istəyir çarpayağının üstünə çıxa və danışmağa başlayır, amma başqa adamlar qoymurlar. Çıxanlar da sözləri yoxdur danışmağa, ya da ki, məfhumsuz sözlər deyirlər. Gənc qız və gənc oğlan da baxıb onlardan ürgənirlər. Birdən məmur girir içəri və deyir, bu qədr adam gecənin bu saatında kafədə neyinirsiniz? Durun, yığışdırın, gedin. Son. Çox təşəkkür edirik əziz dostlardan. Ay qardaş, buyurun.
Sizi eşidik. Təşviq edin. Salam arz edib. Mən təşəkkür edirəm bərgüzar کنندگان mərasimindən və siz əzizlərdən ki, təşrif gətirmisiniz. Ünvanı kamili bu tərəfə çək. Ünvanı kamili payinamə dramaturji mərdum şinaxti nemaişnameهای saidi Batişi bər Aray Branislav Malinovski cəhət icra və 1400 bəhmən ayında difa olubdu. Danışgah Nəbi Əşrəmdə karşınası yaşadı kargərdani və Ustad Rahmanay Döktür Fərzadı təqilər idilər ki, yeri var təşəkkür edirəm və əzizlərdən də təşəkkür edirəm ki, xuruci iş gördünüz, xuruci əməli در واقع bu payinamə. در مورد کلیت پایان‌نامه که özünə görə 150 səfə idi və bundan məqalə müstəxrəzi ki var idi 25 səfə idi. Çox tuğlanıdır və mən quta ərz edəcəyim. Çox əzizdən vaxtı almayam. PowerPoint-də amadələmişik, muntada düz deməz idi burada. در مورد واژه دراماتورژی oradan başlayaq. دراماتورژی از ریشه یونانی لغت دراماتا ارگوس ki در واقع دramata kirdar و əməl olur, ergusda inşa ya təhlil halət. Xoş. Dramaturji də məqulədir ki, vaqiətdə çox məzlum vaqe olubdu teatr İranda. Bu yüzden ki bu məni verir ki bir nəmayişnamə ki var, bir kargərdan teatr kişisi bu nəmayişnamə işləsin. Gərək pəjüheş ruy kərdini çoxalda. Yəni در واقع salat, sıxa, ayrı işləri əgər bu əsərdən, mətn nəmayişdən işlənibdir, görə o əsərləri ta duçarı, dubarəkari, tekrar olmaya və təhlilhay xəllaqaniyə çatar. Çünki hünər hozasında da hünərhay nəmayişi bu təkidimiz vardı ki, sən tərh-icrain nə mənədir? Tərh-icrain gəh cədid olar, gəh xəllaqani olar. Və əgər eləməsən biri bir iş görüb biz ondan qofu geçaq filan, bu düz deməz. Mən bərain ki, bu məfhumu çox sadətər ərz eləyəm. Misalən, neçə illər qabaq, çox gəldim, William Shakespeare gəlib Hamleti yazıb. Mən hünərcüyü kargərdan vaxt istəyirəm, gələm bunu götürəm işləyəm, Hamleti, məsələn, Təbrizdə işləyəm. Xoş. Mən hər nə icrayı ki, olub da Hamletdən, gərək gələm və bunları görəm, indi fərzi misal, tərhi kargərdanı bir də əlimizə yetişib, o. Desəb ki, gəldim dəftərçəyi kargərdanı, o. O yoxdur, misalən film teatrı var, o. Ondan istifadə eləyək. Xoş, ya əksi icradan var, xoş da əksi icra çoxlu məfahimi bizə yetirə bilər. Əksi icradan var, biz bunların hamısı cəmavəri eləyirik, təhlil eləyirik. Ta duçarı, dubarəkar olmayaq. Yəni, mən işlərim, iş işləyirəm, bir cədid bərdaş. Bu mətn nəmayişidən ortaya qoyur. Hala در مورد قضیه‌ای که رویکرد نظرisi bunun mərdum şinaxti, məsali mərdum şinaxti və طبق آرا و نظریات انسانشناسی قرن 20 میلادی برانیسلاv Malinovski Ləhəstanlı bir daha insanşinası və mərdumşinas ki çox mərufdur. Yəni Ay İzədi, Döktür İzədi ki buyurdular, əməli surətdə gedib mərdumun arasında huzurun ola, neçə illər, neçə müddətlər qalasan və məsələn bu şehirdə, məsələn Xiyavda, məsələn Ilxıçıda, çünki saidinə mərduddur, qeytərdən mənzur mövzunu asarı saidiyə. Qalasan və bu dadıhay mərdum niqarını, yəni ittilaat ki var, mərdum nəzr rəftar edirlər, əzadarlıqları nəzr tuturlar, toyları nəzr tuturlar, bunların etiqadları nə mənədir o filan. Bu səbki 20 miladıda Branislav Malinovski icad edir ki, müşahidə-i müşarikətidir və çox müəssir bir qəziyyədir. Dərhozə-i mərdum niqari, dərhozə-i tək niqariləri ki vardı və bir zamanı ki istəyik bir qişdir mərdumdan biz bir ittilaatı kəsb ediyək və məsələn monoqraf yazaq, tək niqari yazaq ki, həman bu işə aysaydı, در واقع ilham girifdə az rəviş Branislav Malinovskidir. Biz ələn gəlmişik. در جامعه آماری نمایشنامه‌های آیدوتر سایدی bir چند تا نمونه آمار انتخاب eləmişik. Ay ba kula, hay bi kula bu paynamədə. Çub bedəstay və rəzil və zaviyəni. Və təkidimiz əməli icrada zaviyənin üstündəydi. Xoş. Ələn burada o nəzəriyyat mərdumşinasi Ay Malinovski ki biz mutabiqət verə bildik asar saidinə در خاصه bu üç dənə nəmayişnamə
məsələyi karkərdha və niyazlar vardır. در واقع Ay Malinovskun nəzəri budur ki, insanlar با توجه به چون انسان شناسی نشد گرفته از انسان شناسی فیزیولوژیکdir. Yəni həmin ulumi zisti ilə qədimdə fərqi yox idi və ilahiyyatda o tələqqi olurdu. Müntəha bəzi müddət haç qərnin 19-də təqribən qərni 20 miladda təsbit olur bu qəziyyə. Gəlirlər və bunu bir surət insan şinasi fərhəngi adlandırırlar ki, mərdum şinası adlanır ki, əlbəttə deyəm, ay döktür ki, hozəsidir və mən biədəqli verirəm bu hozədə. Muntaha biz baxsaq, əksər asar-ı saidi nəmayişnamələrində bizim çizi binamı şəxsiyyət yoxdur. Nəmayişnamə ay döktür sadə umumən, şart bir təfavut yola və umumən iki daru kərti var. Ya kamilən realdılar, ki bir baxışı sembolikləri var. Məsələn, həmən bu üç dana kərcələr. Vanigah ictimai gəlib də bərdaş ediblər və yazıblar kamilən bir daha fəzai vaqe-i məhsidə ki, sembolik bərdaşlardır. Və ya bər əsası öz təxəssüsləri ki, rəvan pezeşkidir, pezeşki ümumi oxumuşlar Təbrizdə, Danışgah Tehranda təxəssüslər rəvan pezeşki oxurlar və cəlib bir nüktə də vardı ki, o zaman sərbazlığında bir xatir fəaliyyət-i siyasi filan bilməm və bu döktür ünvanında dərəcə vermirlər. Elə sərbaz sif Tehranda padıqan işlədirlər. Bədən ya təhlil rəvanşinası vardır. Məsələn, riz beriz, Eyni Çoxov ki, döktürdü, insanı tanıyır, gəlir əbad-ı rəvaniyə karakterləri bazğu edir, yəni əslən təhlil edir və istir ki, irayə verən müxatəbə və çox cəlibdir ki, mən özüm şəxsən sahibindən çox sadə quyu öyrəşmişəm və ona xarc çox işvardı məbaisi təxəssüsü payinamı olmur, bir sadə irayə olsun xidmətsə, bəlkə ki, müfid olar xidmətsə. Sadə halətdə və dər eyni sadiqi məfahim əmiqi ki, ictimaidir, bunları təfhim edir müxatəbə. Yəni, bir daha da cəlib xatirəsi vardı ki, elə Təmaşaxanı Səngləzdə ki, indi Səngləzdə 25 şəhriləri qədim idi Tehranda. Bir gün bir daha kargəri gəlir ki, mən bu kargərdanı nevisəndə bu iş axtarıram, Ay Cəfər Vali icra etmişdir. Salı 1346-da da, 45-46-da da. Deyir ki, mən bu cürsu ki, sən səhnə üstündə görsəlsən dəyərəm. İttifaqən mən istədim görsədəm ki, sən bu cürsu dəyirsən camiədə. Və bir daha burada bir söhbət olur və cəlib budur ki, siz 1346-da, 45-də bir daha kargəri gəlibdir və icriyə baxa və bu diyaloqlar bu arada geçir. Müntəhələn bizim teatrlarımızda biz bir daha təbəqəyi bir qovlu istilahi yaxçı dəyirik və təbəqəyi kargəri məsələn tapanmarıq ki, gələ hələ o cürdə bir təhlil ola o gələ yetişir. Və mənim nəzərimdə payinamıda o məsələyi ki, biz istəmişik ona yetişək beruz rəsaniyə gəziyyədir. Biz əgər gəlaq, nəmayişnamə həman cür ki vardı, məvaridə həman cür ki vardı, bunları gətirək icra eləyək, mənim nəzərimə dərbod-i fərhəngi icamə heç buna müsmür səmər olmayacaq. Hala در حد tamam biz zaviyədəki bir mitingi siyasidir. Bir şey xiyabanda ittifaq düşmüşdü. Bu deyək nə qəşəng olar ki, şərtdə bir kafənin fəzasında az ləhaz dramaturji zəbani dramaturji bir çox qüssərdə bir məbhəsdir. Dramaturjiyə görə mən bu deyə bilirəm ki, biz nəhayətən bu öyrəşmişik ki, hələ o da düz yeni oturmub İran teatrında və beləxəs Təbrizin teatrında. Dramaturjida bu öyrəşmişik ki, gətirək beruz rəsani eləyək olsun, o zaman miting idi, burada kafədə olsun, o zaman çəp ifratı vardı, olmasın da anarşistli məsələn çox o həncar şişən haləti olsun o filan, xəbərniqari də əqqasin Instagramı olsun və bu cür Muntal vaqiyyətdə xarici kişilərdəki taat hozəsi tosaya taxıqdır və yer alıbdır qəşəng. Bir surəti kəmpanlar vardılar, kompani halətləri ki, təşxis verirlər. Nə mənə niyazdır ruzu camiyə ki, icra olar, sərmayəgüzarlıq elə. Ona xatiyyəsən dramaturji xarici kişilərdə vardır, burada qabili söhbət deyil. Vəli çox behter olar ki, nəmayişləri gətirələ zaman ki, sizə işləyələr. Mənim nəzərimdə, məsələn, Ay Sadim tamamilə nəmayişnamələr, əgər dramaturji olmasalar, mufid deyirlər bərai icra. Vəli çox qəvi
bir seri müəllifələr var. Bütün bir zamanı yox, bir məkanı halətində yazıb və Yeşiyəz Beqoğlu müəllifələri ki, Roşən Fikri nevisəndə də var budur. Eyni halda gələn zaviyədə siz təvəccüh eləsəydiniz, əşşar-ı müxtəlifi cami teyfay fikri müxtəlif düşüblər bir-birinin canına, bir daha çarpaya var orada çıxıb danışmağa, orada məsələn bir-birinə fürsət vermirlər, biri-biri yamandır, biri-biri filan. Əlanda məsələn fikir versəz bəray burun rəftəz bu natəraziha və bucursu məvarid ki vardı, elə Kəmalxan Ocursu bir fəzə var, ya bozar gəziyyəsi. Və hər hal bu qədər mən çox başınızı ağrıtmayım, çox sağ olun, yaşayasınız. Çok sağ olun, teşekkür ederim kardeşim.